Qarabağ Futbol Klubunda Marko Yankoviç ətrafında gərginlik davam edir. Montenegrolu yarım müdafiəçiyə Yunanistan və Yaponiya klublarından gələn təkliflər Ağdam təmsilçisinin düşərgəsində ciddi müzakirələrə səbəb olub. Baş məşqçi Qurban Qurbanov Yankoviçin qış fasiləsində komandadan ayrılmasına qəti şəkildə qarşıdır. Təcrübəli mütəxəssis futbolçunun hazırda Çempionlar Liqası və Premyer Liqa üçün əsas fiqurlardan biri olduğunu düşünür və heyətin dağılmasını istəmir. Məlumata görə, Aris və bir Yaponiya klubu Yankoviçə illik 800 min 1 milyon avro civarında maaş təklif edib. Lakin Qarabağ bu marağı yalnız bir şərtlə müzakirə etməyə hazırdır. Təxminən 4 milyon avro transfer haqqı. Klub rəhbərliyi hesab edir ki, Yankoviçin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olduğu üçün aşağı məbləğlər müzakirə mövzusu ola bilməz. Yalnız cüzi güzəşt, maksimum 500 min avro mümkündür, ondan aşağı yox. Qurban Qurbanov mətbuat konfransında da bu mövzuya dolayı yolla toxunaraq bildirib ki, qeyri-rəsmi zənglər futbolçuların fikrini yayındırır və bu cür yanaşma Qarabağ səviyyəsində kluba yaraşmır. Hazırda vəziyyət belədir. Yankoviç getmək istəyir, Qurban Qurbanov buraxmaq istəmir, Qarabağ 4 milyon avrodan aşağı enmir. Bu qarşıdurmanın necə nəticələnəcəyi isə yaxın aylarda bəlli olacaq. Sizcə, Qarabağ Yankoviçi 4 milyon avroya satmalıdır, yoxsa onu komandada saxlamaq daha doğru addımdır? Belə sensasiyalı və operativ futbol xəbərləri üçün kanala abunə olun, videonu bəyənin və fikrinizi şərhlərdə yazın.